Gölcəskər kəndində Məmmədov Qalib Ələsgər oğlunun adı ilə bağlı ciddi narazılıq doğuran məqamlar gündəmdədir. İddialara görə kənd ərazisində sənədləri və qanuni əsasları şübhə doğuran ferma tikintisi aparılıb, torpaq sahəsi zəbt edilib, yəni hasarlanıb və tikinti işləri zamanı ağaclar qanunsuz şəkildə kəsilib. Əgər bu məlumatlar öz təsdiqini taparsa, söhbət təkcə qanunsuz tikintidən deyil, həm də torpaq və yaşıllıqların mühafizəsi ilə bağlı qanunvericiliyin pozulmasından gedə bilər. Rayonun memarlıq və tikintiyə nəzarət üzrə məsul şəxsləri bu ərazidə aparılan tikintidən xəbərsizdirmi? Tikintinin layihə və icazə sənədləri varmı? Torpaq sahəsinin hüquqi statusu nədir? Ərazi kimə məxsusdur və həmin şəxsin orada ferma tikməyə qanuni hüququ varmı? Ağacların kəsilməsinə hər hansı rəsmi icazə verilibmi? Məsələ ilə bağlı üzümüzü tuturuq bütün aidiyyatı qurumları və güc strukturlarına. Adı çəkilən Məmmədov Qalib Ələsgəroğlunun gördüyü bütün işlər ciddi sürətdə araşdırılmalı və əgər hər hansısa bir qanun pozuntusu aşkar olunarsa, barəsində lazımi tədbirlərin görülməsini xahiş edirik. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.